Aslan, bugünkü mövzumuz Azərbaycan Ərəb xilafətinin tərkibində mövzusu haqqında danışacağıq. Ümumiyyətcə mövzudan danışmamışdan əvvəl qısa olaraq Ərəb xilafəti haqqında danışacağıq. Çünki biz Ərəb xilafəti haqqında daha geniş məlumatı ümumi tarixdə alacağıq. Ümumi olaraq bir məlumat veririk ki, Ərəb xilafəti 630-cu ildə Məhəmməd peyğəmbər tərəfindən yaradılır. 1258-ci ildə də Monqolların 3-cü yürüş zamanı süquta uğrayır. Deməli 630-dan 632-ci ilə qədər Məhəmməd peyğəmbər idarə edir. 632-ci ildən 661-ci ilə qədər Rəşidi xəlifələrinin dövrüdür. 661-dən 750-yə qədər Əməvilər sülaləsidir. 750-dən də 1258-ci ilə qədər Abbasilərin hakimiyyəti dövrüdür. Onlar haqqında hansı nə iş görüb danışacağıq onun ümumi tarixində. Azərbaycan tarixi sadəcə olaraq biz Azərbaycanın Ərəb xilafətinin tərkibində mövzusunu danışacağıq. Deyirik, nə oldu? Artıq 632-ci ildə Məhəmməd peyğəmbər gedəndən sonra onun yerinə Əbu Bəkir gəldi. Əbu Bəkirin dövründə İraq və Şam nə oldu? Ələ keçirildi. Ondan sonra Sasani imperiyasına hücum olundu. Həmin vaxtı Sasani imperatoru 3-cü Yezdəgir onunla müttəfiq olan, eyni zamanda ondan asılı olan dövlətlərə məktub göndərərək kömək istəyir. Həmin vaxtı Alban hökmdarı kim idi? Varaz Qriqor. Öz oğlu, yəni Cavanşir həmin vaxtı hökmdar olmayıb, sadəcə olaraq sərkərdə olur. Öz oğlu Cavanşiri göndərdi hara? Sasanilərə köməyə. Həmin vaxtı 636-cı ildə bir dəqiqə bunu burada yazaq. 636. Bəli, 636-cı ildə məşhur Kadisiyə döyüşü baş verdi ki, həmin Kadisiyə döyüşündə deyirik nə oldu? Düzdür ki, məğlub olur Sasanilər, amma Cavanşir, yəni şücaətli olduğuna görə, yaxşı döyüşdüyünə görə ona qızıl kəmər, bir də qızıl dəstəkli qılınc hədiyyə eləyir 3-cü Yezdəgir. Daha sonra 637-ci ildə 637-ci ildə məşhur Ktesifon döyüşü baş verdi. Bəli, Ktesifon döyüşü, yəni bu Mədain döyüşdə deyirik, Sasanilərin paytaxtı uğrunda gedirdi. Həmin döyüşdə artıq yazmışıq ki, bura mənasız. Yəni Cavanşir gördü ki, ərəblərlə mübarizə aparmaq mənasızdır. Ona görə də qayıdıb gəlir hara? Albaniya ərazisinə. Deyirik ki, 639-cu ildə artıq nə baş verdi? Qəzvini tutdular. Yəni bu Qəzvinin tutulması ilə artıq deyirik nə baş verir? Azərbaycanın cənubuna və digər ərazilər işğal üçün şərait yarandı. 642-ci ildə Nəhavət və Həmədan ələ keçirilir. Aydın oldu. Nəhavət və Həmədan ələ keçirilməsi ilə deyək ki, artıq Xəzəryanı bölgələrə, eyni zamanda Azərbaycan ərazisi üçün yol açılır, tam olaraq yol açılır və 643-cü ildə Cərmidan döyüşü baş verdi. Həmin döyüşdə deyirik kim idi? Cənubi Azərbaycanlıların başında duran İsfəndiyar İbn Fərruxzad idi. Bəli, 643-cü ildə olan həmin döyüşdə nə baş verdi? İsfəndiyar İbn Fərruxzad məğlub olur və sülh bağlayır. Sülh yazmışıq və sülhün şərtləri. Gəl görə sülhün şərtləri nədir? Dedilər ki, imkan daxilində neyiniyorsunuz? Cizyə vergisi, yəni can vergisi. Çünki müsəlman deyildik axı biz. Görsən bizi qılınçdan keçirmədilər ki, müsəlman olmalısınız. Dedilər, müsəlman deyirsiniz, heç nə olmaz. Əvəzində vergi ödəyərsiniz imkan daxilində. Eyni zamanda dedilər, qadınlar, uşaqlar, xəstələr, heç bir malı olmayan zahidlər can vergisindən azad olunurdu. Bundan başqa əhalinin əmlakıdır, dini inanclarıdır, qanunlardır. Bunlara da toxunmayacağıq. Yəni bildiyin qədər çox yüngül siyasət, rahat siyasət yürütdüklərinə görə bunların işi daha rəvan gedirdi. Amma nə baş verir? Deyirik ki, artıq nədir onun adı? Öləndən sonra, Ömər öləndən sonra Osman gəldi hakimiyyətə. Həmin vaxtı Ərdəbildə üsyan baş verdi. Neçənci ildə? 644-645-ci illərdə, bəli, Xəlifə Osman ora ordu göndərir və həmin üsyanı yatırıb o 643-cü ildəki İsfəndiyarla bağlanmış sülhün şərtləri yenidən yeniləndi. 644-cü ildə müqavimətdən sonra Muğan tutulur. Düzdür, 643-də hücum eləyirlər, amma bax bu Muğan ərazisidir. 644-də artıq nə oldu? Deyirik, Muğan ələ keçirir. Amma 643-cü ildə, yəni bu Cərmidan döyüşündən sonra bunların hücum hədəfi haraydı? Bax bu Xəzər dənizi ətrafı ilə gəlib Babul Əvvab, Qapılar qapısı. Dəmir qapı Dərbətdən və eyni zamanda oradan şimala da hücum eləyirlər, amma nə baş verdi? Babul Əvvab. Deyir ki, Xəzərlər onların birinci yürüşünün qarşısını alır 643-cü ildə. Və sonradan buradan qayıdıb gəlirlər hara? Bizim Şirvan ərazisinə. Bax bu ərazilərdə də kim idi? Şəhriyar idi. 643. Deməli bunlar 643-cü ildə Cərmidan döyüşü baş verdi. Cənubda Ərdəbildə İsfəndiyar İbn Fərruxzadla bax burada sülh bağladılar.
Sonra gəlirlər bir istiqaməti Muğana, Muğanda müqavimətlə rastlaşır. Bir istiqaməti də Neyinil Xəzər dənizinin ətrafı boyunca gəlir Babül Əvvab olan Qapılar qapısı Dərbəndə. Oradan şimala soxulub, məğlub olub qayıdırlar və gəlirlər burada harda? Şirvan ərazisində deyir Şəhriyar idarə edir. Şəhriyarla sülh bağlayırlar. Yazmışıq sülhün şərtləri. Burada da necə ki dedilər Ərdəbildə bağlanan sülhdə ki bizə tabe olasınız, imkan daxilində də vergi ödəyəsiniz, cizyə vergisi ödəyəsiniz. Amma ərəblər fikirləşirdi ki, bunlar buranın yerli əhalisidir. Bunlar Xəzərləri bizdən yaxşı tanıyırlar. Onların döyüş üslubunu bizdən yaxşı bilirlər. Ona görə dedi ki, kim ki Dərbətdə durub əgər şimalı qoruyarsa, nə olacaq? Vergilərdən azad olunacaq. Aydın oldu mu? Deməli, Şəhriyarla bağlanan sülhdə deyir ki, kim ki Dərbənd keçidinin müdafiəsində duracaq, cizyə vergisindən, can vergisindən azad ediləcəkdir. Deməli 643-cü ildə biz bildik ki, bunlar Babül Əvvaba gedirlər. Eyni zamanda Şirvanda Şəhriyarla sülh bağlayırlar. Ərdəbildə də Cərmudan döyüş olur və eyni zamanda Fərruxzad ibn, daha doğrusu İsfəndiyar ibn Fərruxzadla sülh bağlayırlar. 644-də hara ələ keçirilir? Tbilisi işarələdik. Bir də bax bu Muğan ərazisi. 644-cü ildə ələ keçirildi. Bizansla rəqabət. Dedi ki, bunlar artıq nə idi? Tarixi İpək yolu var idi. Eradan əvvəl 2-ci əsrdə biz onu qədim Çin mövzusunda eşitmişdik yadın. Hunlarla bir-birinin üstünə mübarizə apardılar onun uğrunda. Həmin o İpək yolu gəlib Bizans ərazisindən keçirdi. Ona görə də neynədilər? Tarixi İpək yolu düzdür. Zaten Azərbaycandan bir qol demək olar ki, bax bu ərazidən gəlib keçirdi. Tamamilə İpək yolunun istiqamətini döndərdilər hara? Bu Azərbaycan ərazisinə, Bizansa rəqabətə görə. Ona görə də deyirik ki, bax bunun Azərbaycan ərazisindən gəlib keçməyi nə idi? Bizə xeyri var idi. Sonra ərəblərə az müqavimət. Niyə görə ərəblərə az müqavimət göstərdi? Çünki bu insanlar, bax burada Azərbaycanın şimalı, cənublu fərqi yoxdur. Yaşayan xalq Sasanilərin zülmündən, eyni zamanda Bizansın zülmündən bezmişdilər. Onlar ərəblərə xilaskar kimi baxırdı. Ərəb gəlirdi, deyir, sən daxili işlərimə qarışmayacam. Eyni zamanda vergilər azaldırdı. Xalqı bir növ azadlığa çıxardırdı. Ona görə xalq onlar üçün Temboldəki nə idi? Bunlara nə lazımdır o dövrün cəmaatına? Vergi az olsun. Bizim daxili işlərimizə qarışmasın, məişət işlərimizə işim qarışmasın. Ərəblər də qarışmırdı. Ona görə də onların işi nə idi? Rahat gedirdi. Aydın oldu. Bax ona görə deyirik ki, az müqavimət göstərirdilər. İlk vaxtlar ərəb siyasəti yazmışıq. Nə idi ilk vaxtlar ərəb siyasəti? Sadəcə olaraq vergi almaqla kifayətlənirdilər. Ölkənin daxili işlərinə, yəni xalqın daxili işlərinə, adət-ənənəsinə, qanunlarına qarışmırdı. Ona görə də nə oldu? Deyirik ki, onların iki siyasəti xoş olduğuna görə bu əraziləri rahatlıqla ələ keçirdi. İndi gəl danışaq Cavanşir haqqında. Biz Mehranilər sülaləsi haqqında, Sasanilər mövzusunda danışanda dedik ki, Azərbaycan Ərəb xilafətinin tərkibində mövzusunda Cavanşir haqqında daha geniş danışacağıq. Cavanşir Varaz Qriqorun oğlu idi, Mehranilər sülaləsinin nümayəndəsi idi. 642-681-ci illərdə hakimiyyətdə olur. Yaxşı, Cavanşirin yazmışıq ilk işi. Cavanşirin ilk işi nə oldu hakimiyyətə gələn kimi? Deyirik, ilk iş oldu ki, Albaniyaya hücum eləyən bu Sasani feodallarını ölkədən qovdu. Aydın oldu. Deməli, Cavanşirin ilk işi ölkəyə basqın eləmiş, həmin Sasani feodallarını ölkədən qovmaq olur. Yaxşı, Cavanşirin daxili və xarici siyasətində nələr dururdu? Heç nə istəyirdi ki, ölkədə daxili sabitlik olsun, quruculuq işləri aparsın, eyni zamanda Bizanslarla, Xəzərlərlə balanslaşdırılmış siyasət yürütsün. Hətta nə baş verdi? Deyir 600 Bizans ilə yaxınlıq yazmışıq. 651-ci ildə nə oldu? Sasanilər tamamilə süquta uğrayır da Ərəb xilafəti tərəfindən. Ondan sonra xarici siyasətində dəyişiklik edir atası kimi Bizans ilə yaxınlaşır. Kim idi Bizansda hakimiyyəti? 2-ci Konstantin idi. Hətta 654-cü ildə gedir 2-ci Konstantinlə görüşür. Onlar onu vassal asıllığına keçirir. 2-ci Konstantin neynədir? Deyirik ki, ona padşahlıq xərəti verir. Eyni zamanda İsa'nın həyat verici xaçının bir parçasını ona verir. Amma sonradan görəcəyik ki, bu Bizansdan uzaqlaşır. Bizansdakı təxmini bu ərazilər idi. Bunu düşünür xəritədə. Bizans bundan uzaqlaşır. Daha doğrusu Albaniya Bizansdan uzaqlaşır. Görək niyə? Dedik 662-ci ildə nə baş verdi? Məşhur Kür döyüşü olur. Kür döyüşü 662. Biz indi Kür döyüşünün birini değişmişik də eradan əvvəl 66-cı ildə Albaniya ilə Roma arasında Pompey qələbə çaldı.
Roma sərkərdəsi Oroysun üzərində. İkinci Kür döyüşümüz bizim olacaq harda? Xəzərlərlə Albaniya arasında baş verir. Bəli, həmin döyüşdə deyir ki, Cavanşir qələbə çalır və bunlara nə deyir? Deyir, gedin Çorların qapılarına, Çorlarda da bu Dərbənd ərazisidir. Gedin Çorların qapılarından keçin, bir daha geri qayıtmayın. Yəni Xəzərləri qovdu ölkədən. Amma Xəzərlər də zarafat bir şey deyil də. Onlar da 664-665-ci illərdə yenidən hücum elədilər. Nə etdilər? Gəldilər, qarət törətdilər, eyni zamanda qətllər törətdilər, mal-qaranı, əhalini əsir götürdülər, aparırdılar ki, 665-ci ildə Cavanşir onlarla sülh bağladı. Dedi, mən sizin vassal asıllığınıza keçirəm, sizə xərac ödəyəcəm. Eyni zamanda Xəzər xaqanının qızı ilə Cavanşir ailə həyatı qurur. Və deyir, əvəzində də siz də apardığınız o mal-qaradır, əsirlərdə geri qaytarın. Yəni, sülhün şərtləri də bunlar idi, bəli. Və bu vaxtı Cavanşir Bizansdan kömək istəyir, Bizans buna kömək eləmir. Çünki Bizansa nə maraqlıdır Albaniya? Bizansın da düşməni kimdir? Ərəblər, Xəzərlərin də düşməni ərəblərdir. Biz istəmirik ki, balaca bir Albaniyaya görə durub Xəzərlərlə arasını pozsun. Ona görə Cavanşir gördü ki, Xəzərlər mənə hücum elədi, Bizansdan bir səs çıxmadı. Ona görə nə edir? Xarici siyasətində dəyişikliyə yol verir. Keçək o bu tərəfə daha geniş danışaq. Bəli. Nə elədi? Cavanşir xilafətlə yaxınlığı. Bəli, artıq deyirik 667-670-ci illərdə gördü ki, Bizansdan bir səs çıxmır, getdi xilafətin paytaxtı Dəməşqə. Kimlə görüşməyə? Adı qatışdı deməyim. Muaviyə ilə, yəni Əməvilər sülaləsinin banisi Muaviyə ilə görüşməyə gedir Dəməşqə. Aha, burada danışıqlar aparır. Yaxşı, bu danışıqların nəticəsi nə oldu? Yəni Cavanşir xəlifə ilə danışır da biz deyirik Muaviyə kim idi? Muaviyə ən qəddar hökmdarlardan biri olur, zalim olur. Eyni zamanda millətçilik anlayışını İslam dininə bu gətirib çıxardır. Ərəblərin hamıdan üstün olduğunu bu iddia edir. Məsələn, Məhəmməd Peyğəmbər nə demişdi? Demişdi ki, heç kim bir-birilə dilinə görə, eyni zamanda irqinə görə, çəkisinə görə artıq və yaxud da əskik deyil. Hamı nəyinə görə bir-birindən artıq əskik ola bilər? İmanına, təqvasına görə. Yəni hansısa bir negerin, zəncinin imanı şeydən üstündür. Adı nədir? Muaviyədən üstündür. Əsl müsəlmandan gedir söhbət. Amma Muaviyə qəddar və zalim biri olur. Bəli, gedir ondan danışıqlara 667-670-ci illərdir. Nə baş verdi? Cavanşir deyir ki, mən xilafətin hakimiyyətini qəbul edirəm. Eyni zamanda mənim daxili müstəqilliyimə toxunmacla, hətta vergilərin də miqdarını azaltdırır öz ərazisi üçün. Niyə? Xəlifəyə də bu sərf eləyirdi. Muaviyə baxır ki, mənim 2 dənə düşmənimin arasında yerləşir. Bu Ferzonadır. Düşmənin biri Bizansdır, biri Xəzərdir. Bu da hər ikisinin arasında yerləşir. Bu mənim üçün nədir? Poligondur. Buradan rahat döyüşə biləcəm. Ona görə də razılaşdı bunun sözləri ilə. Bu da 681-ci ildə Cavanşir nə olur? Bizansپərəst qüvvələrin sui-qəsdinin nəticəsində ölür. Ondan sonra bunun qardaşı olur Varaz Tridat gəlir. 681-də deyirlər, 682-də deyirlər. O bizə aidiyyatı yoxdur. Amma sonda 705-ci ildə 8-ci əsrin əvvəllərində Varaz Tridat ailəsi ilə birlikdə aparılır Dəməşqə. Orada edam edilir. Bəli, və bununla da deyir ki, Mehranilər sülaləsinin hakimiyyəti sona çatdı. Aydın oldu mu? Bir növdə Albaniya eradan və 4-cü əsrdə yaranmış Albaniya dövləti tamamilə süqut elədi. İndi danışacağıq nədən? Artıq Ərəb-Xəzər müharibələri haqqında. Dedi 2 dəfə nə vaxt getdilər? 643-644-cü ildə 1-ci Bələncərdə deyirdik bunu əvvəllər. Babul Əvvab, Qapılar qapısı, Dəmir qapı Dərbətdən şimala keçdilər, lakin Xəzərlər onları məğlubiyyətə uğradıb geri qaytardı. İkinci döyüş bizim İranın 653-cü ilində olacaq, 2-ci Bələncər döyüşü. Bəli, 2-ci Bələncər döyüşündə də yenə də ərəblər məğlub olub geri qayıdır və nəhayət 3-cü yürüşdə 722-ci ildə artıq nə oldu? Bələncər şəhəri, yəni Xəzər xaqanının paytaxtı Bələncər şəhəri ələ keçirilir, onlar da paytaxtı dəyişdirirlər. Ondan sonra Xəzərlər yenidən hücum edir. Məşhur deyirik ki, Savalan dağı döyüşü var. Savalan dağı ətrafında olur. 731-ci ildə həmin döyüşdə Xəzərlər qələbə çalır. Ondan sonra Diyarbəkir və Mosul ərazisi, yəni bu Türkiyə ərazisində Diyarbəkir və Mosul ərazilərini ələ keçirirlər. Yaxşı, bəs bu Xəzərlərin yürüşü nə vaxt dayandırıldı? Deyir ki, Xəzərlərin yürüşü Hilat döyüşündə dayandırılır.
Aydın oldu. Hilat döyüşü nə vaxt olur? Hardasa 8-ci əsrin 30-cu illərində. Bu vaxt döyüş bitdi, yox. Yavaş-yavaş başlayır Xəzərləri çıxartmağa. Xəzər-Ərəb müharibələri 8-ci əsrin sonuna qədər davam eləyəcək. Yaxşı, bu bura kimi kifayətdir. İndi gəl danışaq, idarə etmə sistemi, vergidir, torpaq mülkiyyəti, bunlar haqqında danışaq. Deyirik ki, ərəblər gələnə qədər, Gəncəbax Cənubi Azərbaycanın mərkəzi. Ərəblər gələnə qədər Cənubi Azərbaycanın mərkəzi haradır? Bax, bu Ərdəbil. Lakin nə baş verir? Ərdəbil bu Xəzərlərə yaxındır. Xəzərlər də buradan gəlir, şimaldan. Yaxın olduğuna üçün maraq eləyib köçürdülər hara? Marağıya. Deməli, ərəblər gələndən sonra Cənubi Azərbaycanın mərkəzi oldu Marağa. Bəs Şimali Azərbaycanda haraydı? Dəbil. Bax, bu ərazi. Nə vaxta kimi Dəbil olur? 7 siyasət getdi. Aha. Burada nə? Mərkəzi Ərdəbil iki vaxtlar 7 siyasət. Bəli, burada deyirik ki, haraydı? Dəbil idi, lakin hara köçürürlər? Aranın baş şəhəri olan Bərdiyə. Nə vaxt köçürdülər? 705-ci ildə Albaniya dövləti süqut elədi. Albaniyanın paytaxtı Bərdiyədir. Süqut eləyəndən sonra köçürdülər Bərdiyə. Yazmışıq ərəblərin ilk vaxtları yeritdiyi siyasət. Gəl görək ərəblər ilk vaxtlar hansı siyasəti yeridəcək. Heç nə, bunlar gəldilər. İlk vaxtlar nə edəcəklər? Sasanilərin idarəçilik sistemini mənimsəyirlər, vergi sistemini mənimsəyirlər. Eyni zamanda tarixi ərazi adlarımızı yerində saxlayırlar. Aydın oldu. Və eyni zamanda yerli əyanlardan da istifadə edirlər vəzifələrə təyin olunmasında. Amma sonradan artıq Əməvilər sülaləsinin dövrünə, yəni 8-ci əsrin əvvəllərindən etibarən bunlar siyasətdə dəyişiklik eləyirlər. Məsələn, bütün önəmli vəzifələri ərəbləri verirlər. Deyirlər ki, ərəblər hamıdan üstündür. Aydın oldu. Qafqazda ərəb canişinin iqamətgahını Dəbildən, bax, bayaq mən sənə dedim, Bərdiyə köçürürlər. Albaniya adını nə deyirlər? Arran adı verirlər. Bu kimi dəyişikliklər baş verdi. Köçürmə siyasəti. Bəli, biz Sasanilərdən danışanda necə dedik, köçürmə siyasəti var idi. Həmin bax, buralarda da köçürmə siyasəti var. Məqsədsiz bir şey olmur, məqsəd yazmışıq. Köçürmə siyasətində məqsəd nə idi? Şimal sərhədləri, yəni bax, bu əraziləri möhkəmləndirmək idi. Eyni zamanda Xəzər xaqanlığının yürüşünün qarşısını almaq idi. Etnik dayaq yaratmaq idi. Öz mövqeylərini möhkəmlətdirmək idi. Ona görə də bunlar nə edirdilər? Deyirik ki, köçürmə siyasəti keçirirdilər. Və bura yazmışıq rabatlar. Bu rabatlar nədir? Rabatlar heç nə, hərbi məskənləri idi. Əsasən harada salınırdı rabatlar? Bir dənə bunu silək, qarışıqlıq düşməsin. Bəli, rabatlar yazmışıq. Rabatlar əsasən haradaydı? Deyirik ki, məsələn, Bərdədə var idi. Eyni zamanda Beyləqanda var idi. Daha sonra Dəbildə var idi. Eyni zamanda Dərbənddir. Tbilisdir, yerləri işarə edirəm də xəritədə. Təbrizdir, Ərdəbildir. Bəli, bax, bu ərazilərdə əsasən də görsən sərhəd ərazilərdir. Ərdəbil, Dərbənd, Tbilis, Dəbil. Bəli, bax, bu ərazilərdə bunların rabatları var idi. Daha sonra ən çox ərəbi hara köçürmüşdülər? Deyir, əsasən ərəblər bizə İraqdan gəlirdi. Bəsrədən, Kufədən, bir də Suriyadan. Məsələn, 7000 ərəb ailəsini köçürmüşdülər. Bax, bu şimala, Dərbənd ərazisinə. Bundan başqa, Rəşidi xəlifələrin dövründə vergi siyasəti. Bəli, artıq Məhəmməd Peyğəmbərdən sonra deyir kim gəldi? 4 xəlifə gəlir. Onların dövründə vəziyyət yaxşı idi. Hətta İmam Əli əleyhissalamın dövründə nə baş verdi? Ədalətli islahat keçirdi. Biz deyirik ki, gəlmiş, keçmiş ən ədalətli hökmdar İmam Əli əleyhissalam olub. Onun dövründə ədalətli islahat keçirilir. Əkilməyən torpaqlardan xərac alınması dayandırılır. Eyni zamanda İmam Əli əleyhissalamın dövründə artıq Cənubi Azərbaycanda hamı Quran oxuya bilirdilər. Yəni onun dövründə tam olaraq biz müsəlman olduq. İmam Əli əleyhissalamın dövründə. Amma Əməvilər gələndən sonra artıq İslam dövlətinin başına daş düşür. Çünki İslamla yaxından uzaqdan əlaqəsi olmayan zalim və qəddar Muaviyə gəlir. Ondan sonra onun oğlu Yezid gəlir. Onlar da nə idi? Millətçi bir təfəkkür daşıyırdılar ki, ən üstün xalq ərəblərdir. Qalan hamısı bizim əlimizin altında işləməlidir. Hamısı bizdən aşağı səviyyədədir. Amma İslam dinində elə bir şey yoxdur axı. Biz deyirik İslam dinində insan insandan imanına, təqvasına görə üstün ola bilər. Dərisinin rənginə görə yox. Və yaxud da çəkisinə görə yox, boyuna görə yox. Yəni İslam dini bu cür bir din deyil. İslam dini bərabərlik dinidir.
Amma bunlar gəldilər bundan deyirlər ki, bax bugünkü gün o baş verən fitnə fəsadının başlanğıcı bax bu Muaviyə və Yezdin dövründə başlamış proseslərdir ki, hələ də davam edir. Bunların dövründə bəli, vergilər artırıldı. Hətta Harun Ər-Rəşid adında bir şəxs var idi, hökmdar idi o da, Əməvilər sülaləsinin hökmdarıdır. Onun dövründə əhali, eyni zamanda əhalinin əmlakı siyahıya alındı, meyvə bağları üzərinə vergilər qoyuldu, sənətkarlıq emalatxanalarının üzərinə vergilər qoyuldu. Bundan sonra daha da vəziyyət ağırlaşır. Niyə? Çünki Abbasilər gəlir vergi siyasəti. Onlar da gəlir vergini yenə də artırır. Ta artıq neyinirlər bunlar? Sasanilərə görə, Sasanilər kimi başlayırlar vergi almaq. Deyirlər bizə fərqi yoxdur. Sənin 3 hektar yerin varsa bir belə verməlisən. Quraqlıq oldu, sel gəldi, məhsulun batdı, bizə fərq eləmir. Məhsula görə yox, sahəyə, torpaq sahəsinə görə vergi ödəyəcəksən. Və hətta nə idi? Vergini verə bilməyənlər qədim Çində, Yunanistanda olduğu kimi qula çevrilirdi. Artıq Abbasilərin dövründə. Bəli, xalqın təşəkkülü var. Gəl görək xalqı. Dedik ki, Azərbaycanda vahid türk xalqının yaranması prosesi nə vaxt başladı? Eradan əvvəl 4-cü əsrdə Atropatena və Albaniya dövlətlərinin yaranması ilə. Bəs nə vaxt inkişaf eləyir? Sasanilərin dövründə. Nə vaxt sona çatır? Həmin bax bu Ərəb istilası dövründə sona çatdı. Yaxşı, xalqın təşəkkülü üçün əsas şərtlər nələrdir? Dil birliyidir, ərazi birliyidir, eyni zamanda mədəniyyət birliyidir, iqtisadi birlikdir. Yaxşı, burada yazmışıq ki, vergilər, xərac. Xərac nədir? Xərac torpaq vergisidir, məhsulla alınırdı. Eyni zamanda cizyə var, can vergisi idi, müsəlman olmayanlardan aldı. Niyə? Çünki onlar müsəlmanları orduya cəlb edirdi. Sən müsəlman deyirsənsə orduya getmirdin, əvəzində can vergisi ödəyirdin, pulla verirdin onu. Sonra xümus var idi, daşına bilən əmlakdan alınırdı. Eyni zamanda zəkat var idi ki, bunu maldarlardan, tacirlərdən, sənətkarlardan alırdılar, şikəstlərə, əlatsızlara verirdilər. Fitrə də var idi ki, bu da Ramazan bayramı dövründə alınırdı. Fitr bayramı deyək də fitrə. Eyni zamanda torpaq mülkiyyət formaları var. Divan. Nə idi? Dövlətə məxsus torpaq idi ki, gəlirləri birbaşa xəzinəyə daxil olurdu. İqtada xidmət müqabilində verilirdi. Şərti xarakter daşıyırdı, amma iki forması vardı. Biri bağışlanan iqda idi. Bağışlanan iqda kiməsə bağışlayırsan, hədiyyə eləyirsənsə hansısa bir sərkərdiyə, o nəsildən nəslə keçə bilirdi. Yəni mülkə çevrilirdi. Amma icariyə verilən iqda yox, artıq bu nəsildən nəslə keçə bilməzdi. Sonra vardı mülk, bu da feodalların dədəsindən, babasından qalmış torpaqlar idi. Sahibidən malik adlanırdı. Vəqif dini idarələrə məxsus torpaqlar idi. Satınıb alına bilməzdi, amma iqta ilə oxşar xüsusiyyəti var idi ki, icariyə verilə bilərdi. İcmadakı cəmaət, yəni bu kəndlilərin torpağı idi və bütün vergilərin ağırlığı da bunların üzərinə düşürdü. Aydın oldu aslan.